Biz burada yəni əvvəldən o təşkilatdan gələn insanlarla bir yerdəyik və bu 4 ildə kimlər gəldi, kimlər getdi. Ondan əlavə də həm sevinç, həm necə deyirlər, kədərimizi bir bölmüşük. Mən elə bilmişəm, orada mənim bir ailəm var. Bacardığım qədər əlimdən gələni əsirgəməmişəm. Yəni, bunun şahid olanlar da var. Mən danlayanda deyirdim ki, babam mənə maaş verir. Əlimdən gələni mən doğrudan necə ki, öz müəssisə rəhbəriyəm. Orada əlimdən gələn artıqlam, canımı qoymuşam, elə də orada. Və bu mənim birliyə, burada birlikdə olan insanlara olan sevgimin nəticəsidir ki, doğrudan mən sər-sər telefonu əlimə alanda gözlərimlə yaş süzələndi. Şəkili böyütdüm, bir də baxdım, gördüm ki, yox, doğrudan da Zərfə xanımdır və Zərfə xanımın əlindəki bayraq Nurəddinin şəkili. Yazdım, ürəyim dayanmadı, yığdım. Dedim ki, Zərfə xanım dünən hara getmişdik? Dedim, bilirsən, əlindəki tutduğum bayraq kimdir? Özü 27-sindən də profilə də qoymuşam Nurəddinin şəkili. Dedi, yox, dedim, Nurəddinin şəkilidir, mənim qardaşım. Zərfə xanım orada hönkür bağlayıb, mən bu qismətə bax, bütün Qarabağı mən o əlində gəzdirmişim. Mən Nəzbə xanımla danışmışdım, Nəzbə xanım xəstələndi, neysə material olmadı, qaldı, amma mən şəkili atmışdım, qismətə bax. O gəlib orada da çıxıb ictimai nəzarətçinin əlinə bütün Qarabağ baxıram. Siz dediniz, dəyişmişəm, tək bir dəfə bir kişi xeylağının əlində var. Bütün hər yerdə sizin əlinizdə. Orada bir başqa qadının əlində var o bayraq. Orada verirdik də bir-birlərinə ki, hamıda bir şəkil çəkdirib verirdik. Ən çox İstəyirlər də orada kim görür. Vətən uğrunda şəhid olmuş oğullarımız, bacı qardaşlarımız, ana-atalarımız, hələ də itkin düşən ana-atalar var, oğullar var. Hər birinə Allahdan rəhmət diləyirik. Onların məkanı zaten cənnətdir. Onlar cənnəti bu dünyada qazanmış insanlardır ki, Allah onları öz cənnətinə aparır. Onların valideynlərinə Allahdan səbir diləyir. Və inanın ki, çox ağrılı, acılıdır ki, körpə uşaqlar elə suallar verirlər ki, analarına, əmilərinə, adam əriyir o sualların qarşısında. Mənim atam nə vaxt gələcək? Uşaq daşa yalvarır, ay ata, mən 5 almışam, sən onu görürsən. Bunlar doğrudan ürək lazımdır ona dözməyə, ürək lazımdır o sözlərin qarşısında tab gətirməyə. Və biz də bir ictimai nəzarətçi olaraq əlimizdən gələni etmişik. Onların tanıdılmasında mən elə başa düşürəm ki, hansı Facebook səhifəsinə baxırsan bizim loqomuzdur. Hansı Facebook səhifəsinə girirsən bizim loqomuzdur. 3 videodan biri şəhidin anımıdır, şəhidin təqdimatıdır, şəhidin tədbiridir. Və bunların da son nöqtəsində bizi bu yolda sədrlik edən və rəhbərlik edən Təyyar müəllimə təşəkkürümü bildirirəm. Necə deyərlər, danlamağı da, sevməyi də onun birdir. Allah ona ömür versin. Bundan sonra səni danlamayacağım. Mən hiç tapmayasınız. Görürəm, narazılıq edirsən da. Yox. Mənim danlamağım brilyantdır, daşqaşdır, qızıldır. Yenə numan yerdən yüksəllər də. Çox sizə divə danlayır. Allah hər birinizə can sağlığı versin. Doğrudan çətin və şərəfli yolda sizə bir daha uğurlar arz edirəm. Allah sizi Elə hamı deyir məni danlayır, amma mən heç eləməsin. kəsi danlamıyorum. Bu qədər. Çox sağ olun, minnətlər. Əyləş, buyur.